Baş prokurorluğa bildirmək istəyirəm ki, cənab Kamran Əliyev ayın 10-u Kürdəmir rayonunda 2023 fevralın 10 günü qəbul üçün yazılmışam. Su Meliorasiya İdarəsinin müdiri Şakir Əhmədov barəsində şikayət etmişəm. Düz 4-5 gündür bu Qiyaz müəllim gəlir, polis idarəsindən mayordur. Gəlir ki, sən prokurordan şikayət eləmə. Əks halda mənə hədə qorxu gəlir ki, yaxşı olmaz, belə olmaz. Biz Göyçaydayıq, ilişə bilərsən, nə ara bilərsən. Mənə qoymur. Bu gün də gəlib, bu gün ayın 8-idir. 2023 fevral ayın 8-i. Bax, gəlib mənə məcbur edir ki, yaz ki, gedək poçta yaz ki, mən qəbula getmirəm. İndi baxın bura. İndi uca mən məcbur edəcəm, mən özümü uca intihar. Məcbur edir ki, intihar eləyim da. Onun əlindən qaçmaqdan ötər gəlirəm intihar eləməyə. Baxın indi. Gələcəm indi sexdə. Öz seximdir. Gəlir sexin ağzına səhər-səhər tezlərlə ona işləyib. Ona işləmiş gəlib. Çıxmışam özümü asmağa. Qoymur, düşürdür. Məcbur eləyir ki, gedək şahidi o geri götür. Gördü ki, özümü asıram. Məcburiyyət qarşısında məni salır yerə. Ki, elə, yaxşı geç şahidi o elə. Deyirəm, bezdirmişsiniz daha. Bəsdir da, mən şikayəti kimə eləyim? Mən də vətəndaşam da. Bu şikayəti eləməliyəm da. Niyə imkan vermişsiniz şikayət eləyəm? Azacaqlı bir durum deyək. Vallahi.